Çoxları Tanrıya məqbul yaşamaq üçün deyil, özlərini yaxşı hiss etmək üçün onu qəlb səviyyəsində qəbul ediblər. Yeni şeylər alaraq, ləzzətli yeməkləri dadmaqla insanlar yalnız bunun onlara verə biləcəyi xoş hisslər axtarmaqdadırlar. Nə onlara xoş təsərrüfatlar bəxş edirsə, ona da yenidən qayıdacaqlar. Ancaq bunda Tanrı və onun ruhu yoxdur. Tanrı bizi yalnız onun sözünü axtarmağa və onunla yaşamağa çağırıb. Bu sizə darıxdırıcı görünsə də və istədiyiniz emosiyaları verməsə də, əsl həyat və xoşbəxtlik budur. Uşaqlıqdan insan ona xoş emosiyalar bəxş edəcək şeylər axtarır. Bəzi valideynlər övladlarına həddindən artıq sevgi və diqqət bəsləyirlər. Belə uşağın xoşbəxtliyi valideynlərin sevgisindən asılı olacaq. Böyüyəndə isə sevgi və diqqəti əks cinsdə axtaracaq. Belə bir insanın xoşbəxtliyi başqalarının ona olan anlayışından asılıdır. Buna görə gənclər intihar edir, hətta böyüklər də. Təbii ki, bu demək deyil ki, övladını sevmək, ona diqqət və qayğı göstərmək lazım deyil. Ancaq həddindən artıq sevgi belə insanı xoşbəxt edə bilmir. İsa bizə hətta düşmənləri belə sevin dedi. Amma nədənsə özümüzə və yaxınlarımıza nifrət etməyə çağırdı. Düşmənlərdən biz xoş hisslər alacağımızı gözləmirik. Əksinə negativ. Amma yaxınlarımızdan həmişə anlayış, sevgi və qayğı gözləyirik. Bununla İsa deyir ki, xoş duyğular almaq üçün və ya sevdiklərinizə xoş təsərrüfatlar bəxş etməkdən ötürü yaşamayın. Bəzi insanların heyvanlara necə bağlı olduğunuzu görmüsünüz yəqin. İnsan hətta heyvan sevgisinə və sədaqətinə möhtac duyur və xoşbəxtliyini onda axtarır. Heyvanın da qəlbi var, ona görə sahibinə bağlanır. Hər hansı bir insan haqqında düşünməyə başlayın və tezliklə qəlbiniz ona bağlandığını görəcəksiniz. Sonra istəməsəz də belə bu insan haqqında düşünəcəksiniz. Çünki qəlb ona bağlandı və xoşbəxtliyini yalnız onda görür. Havaru Paul bizə çıxış yolu göstərir. Qəlb əzabını çəkmək istəmirsinizsə, dünyəvi şeylərə bağlanmayın və gördüyünüz hər şeyin müvəqqəti olduğunu xatırlayın. Hisslərdən asılılıq ağır yükdür. Rəbbə həmd olsun ki, biz bu yükdən azad ola bilərik. Təbii ki, cismani üçün bu sözlər ağılsızlıq kimi görünür. Hisslər müvəqqəti məmnunluq gətirir. Buna görə insan xoş hissləri qaytarmaqdan ötürü yollar axtarır. Bunun nəticəsində narkoman, alkoqolik, oyunbaz olurlar. Bu ailədə qalmaqalların və fikir ayrılıqlarının səbəbidir. Euforiya keçəndən sonra insan öz daxili dünyasında boşluq hiss edir. Çünki orada Tanrı yoxdur. İnsan boşluğunu doldurmalıdır və buna görə yeni hisslər axtaracaq. Siz öz sevincinizi və asılılığınızı Rəbdə axtarmalısınız və emosional səviyyədə kiməsə və ya nəyəsə bağlı olmamalısınız. Təəssüf ki, bəzi məsihçilər belə zahiri olandan asılıdır. Çünki xoş hisslər almağa çalışırlar. Onların qəlbləri bərbad vəziyyətdədir. Çünki zahiri olanla yaşayırlar. Tanrı onlara istədiklərini verməsə, özlərini bədbəxt hiss edirlər və elə bilirlər ki, Tanrı onları sevmir. Ancaq Tanrı sevinci verə biləcəyi nədəsə deyil, özündə axtarmağı söylədi. Çünki Tanrı sevgidir. İsa tövsiyə etdi, kim susayırsa, yəni qəlbin xoşbəxtliyini, dolğunluğu axtarırsa, qoy onun huzuruna gəlsin. Bir dəfə yox, hər zaman ona tərəf gedin ki, dünya sizi öz geydirmə xoşbəxtliyi ilə aldatmağa nail olmasın. Əgər kimdənsə məhəbbət və anlayış gözləyirsinizsə, şeytana həyatınızı məhv etmək üçün fürsət verirsiniz. Bu səbəbdən çoxlarının həyatı dağılıb. Aldadıcı hisslər insanları cinayətlərə, axmaq hərəkətlərə sövq edir. Sevdikləri adamlar qəlbin ehtiyacını ödəmirsə, bunu yanlış şeylərdə axtarırlar və nəticədə asılılığa düşürlər. Amma ağılda olan insan heç cür özünü azad edə bilmir. Hətta müasir kilsə bugün hisslərə önəm verir və hər kəs onların kilsəsində özünü rahat hiss etməsi üçün əlindən gələni edirlər. Allah eləməsin sən darıxasan, onu dərhal ruhlandırmalıdırlar. Bugünkü cəmiyyət asıllı insanlar yetişdirir. Diqqət və qayğıdan məhrum olan insanlara yazımız gəlir. Əslində onların bədbəxtliyi hisslərinin köləliyində olmaqlarıdır və bunu dəyişə bilmirlər. Vaizdə yazıb, hikmətli adamın ürəyi yas evindədir, amma ağılsızın ürəyi şadlıq evindədir. Məsihçi dünyəvi şeylərdə xoş duyğular axtarmağa getməyəcək. O Tanrıda qalacaq, duada və itaatkarlıqda rahatlığı axtaracaq. Həyatda fərqliliyi axtaran qəlb üçünsə bu heç də həmişə xoş olmur. Ancaq ruh üçün
Bu faydalıdır. Sadəcə olaraq ruhun hissləri olmadığı üçün bunu bildirə bilmir. Bizə darıxdırıcı gəlir, amma fani bədənimizi tərk etdiyimizdən sonra ruhun hissləri nə qədər xoş olduğunu duyacağıq. İndi isə nə qədər cisimdəyik, qəlbimiz bizi yanlış hisslərlə cəlb etməyə çalışacaq. Öz qəlbimizə bunu deyin. Mənə lazım olan ancaq Tanrıdır. Xoşbəxtliyim üçün o mənə kifayətdir. Siz bunu hiss etməsəniz də belə bu həqiqətdir. Bizə hisslər yox, həqiqət lazımdır. Həqiqət bizi xilas edə bilər. Hissləri zahiri olana deyil, Tanrının görünməyən padşahlığına görə uyğunlaşdırın. Samaviyyət can atın. Nəyi özünüz üçün dəyərli sayırsınızsa, qəlbiniz onda da rahatlıq tapacaq. Yalnız İsa'nı qəbul edərək və günahdan azad olaraq insan öz qəlbinin tamlığını hiss edə bilər. Bizə hisslərimiz deyil, Tanrının ruhu ilə bir olan ruhumuz diktə etməlidir. Hisslərə qapanmaqla imtahan olacaqsınız. Hisslər həmişə xoş olmur və dəyişkəndir. Əgər hisslərə təslim olmasanız və gözlərinizi İsa'ya diksəniz, sizi dişləyən ilanlar sizə zərər verə bilməyəcək. Əgər həqiqətdə Tanrının sözündə qalsaz, ölümcül hisslər sizə təsir edə bilməyəcək. Öz dolğunluğunu İsa Məsihdə axtarmayanlar hisslərə qapanıb depressiya və stressə məruz qalacaqlar.